Bu günlərim güvəndən kəsək üçün ardını yaza edirik. Yəni kəsək 3-də test C-ni edirik. Bir də bizdən soruşur ki, surəti 6 olan neçə düzgün olmayan kəsir var. Surəti 6 olan düzgün olmayan kəsirlər də yenə də o kəsirlərdir ki, ya birdən böyük olsun, ya məxrəci surətindən kiçik olsun, ya da məxrəci surətindən böyük olsun. Onda ya da ki bir-birlərinə bərabər olsun. Məsələn 6-da 6 özü də düzgün olmayan kəsirdir. 1-də 6, 2-də 6, 3-də 6 olar. 4-də 6, 5-də 6 və 6-da 6. Nə qədər kəsir yazmaq oldu? 1, 2, 3, 4, 5 və 6 dənə kəsir yazmaq oldu. Bəli, var cavablarda və bu da C variantıdır. 2-də soruşur ki, 2,7-də 3 qarışıq ədədini düzgün olmayan kəsirə çevirin. 2,7-də 3-ü qarışıq ədədini düzgün olmayan kəsirə çevirin. Düzgün olmayan kəsirə çevirmək üçün məxrəci vururuq surətə, tama, tamın üzərinə gəlirik. Surəti. Yəni 7-də vuranda 7 vur 2, 14. 14-ün də üzərinə 3 gələndə 17. Və bu da D variantındadır. Üçüncü sualı soruşur ki, 2,5-də 2 qarışıq ədədinin alınması üçün neçə dənə 5-də 1 kəsiri lazımdır? Bu zaman biz bölərik 2,5-də 2-ni 5-də 1 kəsirinə bölərik. Alınar, yəni ki 5-də 12-ni demişdim ki, adi bölmədə biz qarışıq kəsirləri düzgün olmayan kəsirə çeviririk. Bölməni vurma ilə əvəz edərik və məxrəc ilə surətin yerini dəyişərik. İkinci kəsirdə, birinci kəsir isə olduğu kimi qalır. Sonra isə çarpaz ixtisarımızı edirik. Məsələn, belə ixtisar olmaz, belə ixtisar olmaz, belə ixtisar olmaz. Təkcə çarpaz. İxtisar edəndə də 1 alınır. O da 1-də 12 deməkdir. 1-də 12 də 12-yə bərabərdir. Lakin 12-də 1 12-yə bərabər deyil. Deməli, 12-yə bərabərdir və bəli var. O da D variantında. Keçdik 4-cü suala. 9-da 1, 7-də 1, 19-da 1 kəsirlərini artan sırayla düzün. Biz görürük ki, burada hamısının surəti eynidir. Surəti eyni olanda məxrəci daha böyük olan daha kiçik olar. Yəni ki, 19-da 1 hamısından kiçik olar. Sonra 9-da 1 hamısından kiçik olar. Sonra isə 7-də 1 hamısından böyük olar. Daha doğrusu 9-da 1 ortada olar. Və bu da var bizdə C variantında. Onda 4C-dir. 5-ci sualda hesablayın. Yəni ki, 15-də 4. Bu da məxrəcləri eyni olan kəsirlərdə məxrəcləri həmişə elə olduğu kimi qalır 15-də. Lakin surətləri ilə toplamada aynı bildiyimiz toplamanı edirik. 4 üstə gəlinsin 7 alınar 11. 11-dən də 8-i çıxanda alınar 3. 15-də 3. Lakin 15-də 3 ixtisarı qədər bərabərdir 5-də 1-ə. 5-də 1 mi? Bir də 1 də var. O da B variantında. Keçdik 6-cı suala. Deyir ki, x-in yerinə elə ədədlər yazın ki, 3-də 2 kəsiri bərabər olsun, 12-də x kəsirinə bərabər olsun. Elə də eləməliyik ki, 3-də 2 bərabər olsun, 12-də x-ə. Biz burada görürük ki, bu 4 dəfə artıb. Onda bu da 4 dəfə artar. Ya da ki, o məndə deyə bilərik ki, görürük ki, burada 12-ni 4 ixtisar edəndə 3 alınar. Onda burada da hansı ədədi 4 ixtisar etsə 2 alınar? Əlbəttə ki, 8. 8 və ona görə də 8 bəli var, o da B variantında. 7-də. 180 kiloqram meyvənin 5-də 1-i armud, 9-da 5-i isə şaftalıdır. Şaftalının miqdarı armudun miqdarına nə qədər çoxdur? Armudu gəlin birinci tapaq. 180 kiloqram meyvəni onda birinci ədəd gəlib, onda ədədin hissəsinə görə tapılmasıdır. Onda vurarıq. İxtisarlarımızı edirik. 180-i 5-ə böləndə gəlin 180-i 5-ə bölün mən. O zaman 36 alınar. Deməli 36-da biz bildik ki, armud var. İndi isə şaftalını gəlin tapaq. 180 kiloqramı, onda yenə vurarıq 9-da 5-ə. Alınar 100. Bildik ki, 100 dənə də şaftalı var. İndi bizdən də soruşur ki, şaftalının miqdarı armudun miqdarından nə qədər çoxdur? Onda 100-dən, yəni şaftaldan çıxarıq 36-nı, yəni armudu bərabərdir 64-də. 64 də varmı? Bəli, var. O da D variantındadır. Keçdik 8-ci suala. 8-də 3 tam çıxılsın, 1,5-də 2 çıxılsın, 5-də 3. Biz hər zaman birinci mötərizəni edirdik. Onda birinci 1,5-də 2-dən 5-də 3-ü çıxanda görürük ki, 5-dən 5 çıxanda yəni 5 alınar, amma 2-dən 3-ü çıxmaq olmaz axı. Onda biz bilirik ki, 1 tam, yəni ki 5-də 5-dir. Onda buradakı 1 tamı verərik bura, amma artıq burada 2 var, ona görə 5-in üzərinə 2 gələrik, onda alınar 5-də 7. Yəni ki, bu 1 tamı verdik ki, çıxmaq olsun. 5-də 7-dən də çıxarıq 5-də 3-ü, alınar 5-də 4. Sonra isə 3-dən çıxarıq 5-də 4-ü. Onda 2 tam 5-də 5, yəni 3-ə bərabərdir, amma çıxmaq üçün eyni məxrəcə gətirib belə çıxarıq. Çıxılsın 5-də 4 bərabərdir 2 tam 5-də 1.
2/5-də 1 də varmı? Bəli, var. O da C variantındadır. 9-a. Vüsal pulunun 4də 3 hissəsini 60 manata şalvar aldı. Şalvar almadan əvvəl Vüsalın cibində neçə manat pul var idi? O zaman 4də 3-ü biz 60-a bölərik. Birinci hissə gəlib. Hissəsinə görə ədədin tapılmasıdırsa, onda surətə bölürük. 20-də 4-ə vururuq 80. Deməli, əvvəlcə 80 manat pulu var idi. O da varmı? Bizdə bəli var. O da B variantında. Keçdik 10-cu suala. Onda soruşur ki, 540 manata satılan televizorun satış qiymətinin 9x-ə qədər yüzəş edilərək satılmasına razılıq verilir. Bu televizordan 3 ədəd alan Süleyman cəmi neçə manat ödəmişdir? 1,9-da 2-ni çıxarıq. Yəni 9-da 9-dan çıxarıq 9-da 2-ni. O da bərabər olar 9-dan 7. Onda 540 manatı 9-da 7 hissəsini taparıq. Bunu buna böləndə 1,60 420 alınar. Amma deyir ki 3 dənəsini alıb. Onda bunu da vurarıq 3-ə. 1260. 1260 da varmı? Bəli var. O da C variantında. 11-ci suala keçdik. 11-ci suala soruşur ki, gül bağçasında əkilən güllərin 8-də 1-i qızılgül, 13-də qızılgül, 16-da 3-ü bənövşə və qalanları isə zambaqdır. Bağçadakı güllərin hansı isə zambaqdır? Bütün gülləri onda gəlin toplayaq ki, sonra bir dənə zambağı tapaq. Onda toplayanda biz nə edirdik? Məxrəcləri eyniləşdirirdik. Yəni bunu tapırdıq, yəni ki. Onda 2 üzərinə gəlsin 2, 16-da 4. Deməli, burada mən 16-da 3-dür. Mən bunu çaşıb 16-da 2 kimi yazmışam. Onda 16-da 5 alınır. Onda deməli, bütün güllərin sayından 16-da 5-i çıxarıq. Yəni 16-dan çıxarıq 16-da 5-i. Bərabərdir neçəyə? 16-da 11-ə. Bəli var A variantında. Keçdik ən axırıncı suala. Bizdən soruşur ki, hesablayın. Gəlin mən yazım, gəlin sonra baxaq. Burada həm mötərizədə gəlib, həm də bölmədə gəlib. İndi düşünərsiniz ki, hansını birinci deyil. Yenə də birinci mötərizəni edəyirik. 3-də 1, üzərinə gəlsin 2-də 1. Bu 1-dir. Bu 2-dir. Bu 3-dür. Burada 4-cü əldə edəcəyik. Ortaq məxrəci gətirərik. Ortaq məxrəci hər ikisində 6 olar. Onda burada 2, burada da 3. Toplayanda da 6-da 5 alınır. İkincidə isə artıq 3/3-də 1-i bölərik 6-da 5-i. Bölmə üçün düzgün olmayan kəsrə çevirmişdik. Mən bunun üstü artıq demişdim. Sonra vurmanı bölmədən əvəz edərdik. Məxrəcin ilə surətin dəyərini dəyişərdik. İndi isə gəlin öz ixtisarlarımızı eləyək. Bərabərdir 4 alınır. Sonra 4 tapdıq. 4-ün üzərinə 3 gələndə 7. 4-cüdə isə 7-dən çıxarıq 2-də 1-i. Yəni 6/2-də 2-dən çıx 2-də 1 bərabərdir 6/2-də 1. 6/2-də 1 də D variantındadır. Və artıq bitdi. Hər kəsə sağ olun.